Feyenoordun 17 yaşlı fanatı tribunada partlayış törədib. Bu ona heç və bir cəza da vermədi. Niyə? 22 oktyabr 1989-cu il Ajax Feyenoord oyundu. Ajax'ın Köyüna stadionunda Demirdə oyun keçirildi. Fanatlar arasında həmişə bir münasibət gərgindir, amma həmin gün bütün həddlər aşdı. Oyun zamanı qonaq tribunada bir partlayış səsi gəldi. Partlayış oldu. Tribuna bir anlıq susdular və tribuna qana doldu. Ajax'ın fanatları qısas almaq üçün qonaq tribunanın üstünə qaçdılar. Polislər imkan vermədilər. Daha bir böyüsün bir söhbət. Amma o 17 yaşlı fanat törətdi onu. Sonra bilindi ki, o bombalar içində mıx dəmir var idi. 19 nəfər adam güclü xəsarət aldı. Bəhddən heç kim bir ölüm olmadı. Niyə məhz qalan Niderlandın ən titullu komandanın biri belə bir şey, fanatlar belə bir şey dedi. O birinci dəfə deyil, bir Ajax'la oyunda da olub Yunanistan'da Molotov kokteylindən istifadə edildi.